Misli Premyer Liqasında 29-cu tura yekun vurulub. Komandamız Şamaxı kollektivinin qonağı olub. Şamaxı şəhər stadionunda baş tutan qarşılaşmanın 42-ci dəqiqəsində futbolçumuz Ramil Şeydayev penalti zərbəsindən hesabı açıb. Komandalar fasiləyə Neftçinin minimal hesablı üstünlüyü ilə yollanıblar. Oyunun 89-cu dəqiqəsində isə Filip Ozoviç hesab arasındakı fərqi 2 topa çatdırıb. Beləliklə 2-0 hesabı ilə qalib gələn Ağqaralar 3 xalı aktivinə yazdırıb. Qeyd edək ki, Neftçi 29 oyundan topladığı 35 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Şamaxı Neftçi qarşılaşmasından sonra komandaların çalışdırıcılarının mətbuat konferansları təşkil olunub. Neftçi Peşəkar Futbol Klubunun məşqçisi Mübariz Orucov media nümayəndələrinin suallarını cavablandırıb. Neftçi olaraq, Neftçi klubu olaraq biz hər oyuna qələbə üçün çıxırıq. Biz mümkün qədər yüksək yerlər tutmaq və kubokda da mümkün qədər finala çıxıb və hətta finalda da qələbə qazanmaq istəyirik. Nə dərəcədə alınacaq, nə dərəcədə biz onu bacaracağıq, onu indi zaman göstərəcək. Yenə də deyirəm, zədəllərimiz çox olduğundan bir balaca ehtiyatlı danışıram. Amma biz Neftçi olaraq yəqin ki, əlbəttə şans varsa o şansdan istifadə edəcəyik. Qeyd edək ki, Neftçi Misli Premyer Liqasının 30-cu turunda Zirə ilə qarşılaşacaq. Aprelin 13-ü Neftçi Arenada baş tutacaq qarşılaşmanın start fiti saat 19:15-də səslənəcək. Golkiperimiz Emil Balayev Şamaxı ilə oyundan sonra Neftçi TV müsahibə verib. O qələbə sevincini bizimlə bölüşüb. Özünüz də görürsünüz ki, hal-hazırdakı vəziyyət elədir ki, zədəli oyuncularımız var. Hardasa belə heyət baxımından müəyyən bir problemlər ola bilərdi, amma ona baxmayaraq biz çalışdıq özümüz. Bütün çempionat, bütün Azərbaycan bilir ki, Şamaxı səfəri necə çətin bir səfərdir. Burada müəyyən bir amillər var, özünüz bilirsiniz, meydançadır və hava şəraitidir, amma ona baxmayaraq hər bir uşağa, hər bir futbolçuya mən təşəkkürümü bildirirəm ki, onlar çıxdılar. 90 dəqiqə yox, hətta 95 dəqiqə öz maksimumunu bu polyada, bu meydançada qoydular. Allahın izni ilə biz bu qələbəni, çətin qələbəni, səfərdən Bakıya inşallah öz evimizə aparırıq. Forza Neftçini də təbrik eləmək istəyirəm azərkeşlərimizi. Bizi səfərdə evdəki kimi hiss elətdirdilər. Zədədən sonra, ələxüsusda zədədən sonra hardasa il yarım futbolsuz qaldım. Ondan sonra düzdür oyunlar oynamışdım, Kəpəz idi və başqa çempionat oyunları idi, Sabah idi, Aras idi. Lakin bu oyunu mən başqa cür qeyd etmək istəyirəm həqiqətən, çünki sıfırda çıxdım, şükürlər olsun. Quru oyunum oldu. İnşallah biz də çalışacağıq. Bu oyunları, belə oyunları, əzmkar oyunlarını davam etdirək. Zədələr də ki, təbii ki, heç kəs bundan sığortalanmayıb, amma bizdə elə abu-hava var ki, bizdə elə bir ailə hissi var ki, içəridə fərqi yoxdur. Hansı oyuncuna, hansı pozisiya, hansı mövqeyə qoysalar, ən azından əzmkarlıqla, mücadilə aparmaqla hər şeyin ortaya qoyacaq. Özünüz də bugünkü həmin o fikirlərin, həmin o amilin nəticəsinin hamımız bir yerdə gördük və şükürlər olsun Allaha, qələbə bizim oldu. Komandamızın futbolçusu Ramil Şeydayev Azərbaycan çempionatlarında 40-cı qolunu vurub. Onun yubileyi Misli Premyer Liqasının 29-cu turuna təsadüf edib. Şamaxı ilə səfər maçının 42-ci dəqiqəsində penaltidən yararlanan 29 yaşlı hücumçumuz 40-cı qolunu 127-ci oyununda vurub. O, Neftçinin heyətində meydana çıxdığı 24 oyunda 4 dəfə fərqlənib. Qeyd edək ki, Şeydayev ölkə çempionatları tarixində 40 və daha çox qola imza atan 67-ci futbolçudur. Misli Premyer Liqasının 30-cu turu çərçivəsində keçiriləcək Neftçi Zirə qarşılaşmasının biletləri satışa çıxarılıb. Qiyməti 2, 3, 5, 15 və 20 AZN təşkil edən biletləri iticket.az saytına daxil olaraq onlayn şəkildə əldə edə bilərsiniz. Qeyd edək ki, Neftçi Arenanın kassalarında qiyməti 2 AZN olan Forza və Qərbiki sektorlarının biletləri isə oyun günü saat 13-dən etibarən satışda olacaq. Əvəzedicilər Liqasında 29-cu tur yekunlaşıb. Neftçi 2 kollektivi bu tur çərçivəsində Şamaxının qonağı olub. Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Beləliklə, komandalar hərəyə bir xalla kifayətləniblər. Qeyd edək ki, Neftçi 2 29 oyundan topladığı 59 xalla turnir cədvəlindəki liderliyini qoruyur. AFFA-nın təşkil etdiyi liqalarda növbəti turun oyunları keçirilib. Gənclər Liqasının 29-cu turunda Neftçi Səba ilə 3-1 hesabı ilə qalib gəlib. 17 yaşadək futbolçulardan ibarət kollektivimiz 36-cı turda Kəpəzli qüvvəsini sınayıb. Səfər qarşılaşması Ağqaraların 6-2 hesablı qələbəsi ilə yekunlaşıb.
16 yaşlılarımız isə 27-ci turda istirahət ediblər. U15 liqasında 27-ci turun maçları keçirilib. Komandamız Səbail üzərində 6-0 hesablı qələbə qazanaraq 3 xalı aktivinə yazdırıb. U14 və U13 liqalarında 20-ci turun qarşılaşmaları baş tutub. 14 yaşlılarımız Zirəyə 5-0, 13 yaşlarımız isə Səbailə 7-1 hesabı ilə qalib gəliblər.